8 kilometre gələcəm. Ay bırak, bak sifariş mənim üstündədir ha qardaşım. Sifariş çıxmayıb mənim üstümdən. Ay bırak, bırak belə. Gel. Börək oldu, börək oldu. Qəşəng. Saxladım. Ay qardaş. Pavarotik yandıran söyüş qoyurlarsa ümumi respublika üzrə. Mən işimi bilimdə, bəlkə mən söyüşüyə salaram pavarotik yandıran. Bugünkü vlog bir oyun uşaqlar gününə təsadüf elədi. Özdə bazar günü düşüb. İndi ümid edirəm ki, maraqlı çəkilişlər olar, maraqlı kadrlar olar. Sıfırda sifariş götürdüm, saat 11'in yarısı çıxdım işədə, yəni proqramı açdım. Bir 10 dəqiqədən sonra sifariş verdi. İlk sifarişləri ki, San Tortino Narmonov tort mağazası, şirniyyat mağazasına gedirəm. Əydar Əliyevdə yerləşir. San Tortino hazır sifariş 682. Salam qardaş. 682. Çox sağ ol. Deməli, baxım, gecikmə mənə vurdu. Proqramda 2-3 günü gecikmə var. Proqram dona işləyir. Deməli, gedirik. İndi başdan vuraq. Keşlə bazar tərəf olmasın. Eydi, bir də. Adam səni həvəsdən düşür. Pristav deyir ki, bax, buna bax. Ağa Neymətullah bizim tərəfdə də, park tərəfdə də olsa. 1 manat 80 qəpik yazıb da, həm kartdan da, həm də ki 16-cı mərtəbəyə qalxırsan. Nə bilim ama. Tatak. Baxaq maşın gəlmir ki, yox. Əslində mən bazar günləri işləmirəm. Yəni illərdir belə eləyəm də, xadma günü özümə istirahət verirəm. Sadəcə biraz, baba keçə bilərdi, vallahi keçə bilərdi. Sürmürlər, prosti, Allah'ın olsun sürmürlər. Əvvəl ancaq yaşlılar sürmürdü, indi cavanı da sürmək istəmir. Bizə oturur maşında belə, istidən qızadır, rahatçılıq da, kanserlər vurur və yaxud qışda peç vurur, istidir, yayxanır. Sürmək istəmir, deyir, əşki qırmızı, düşərəm cəhənnəmə ki, gözləyərəm, rahat yerdə sana. Deməli, 16-cı mərtəbə, onda bu bina yox. Qabaqdakı binadır. Ayda. Baxın, aha, gözəl, qəşəng. Buradan belə keçdik bir təhər. İndi bunun əsas girişi, qardaşım, yəqin ki bu tərəfdən olar. Mələ bildim, arxadakı binada rahat marketin binası, sən demə yox, bu tərəfdəymiş. Buradan həyətə daxil olar. Arazın yanı buradır. Maşınlar, malçıqəçədə saxlayaq burada. Bir meşat yerdə. Deməli, bir şey maraqlıdır. Rəmzoğlu Paxlıbəy qabağından razıvorodu göstərir. Yəqin tezəlicə qoyuqda qabağına qırıq xətti. Çünki orada qırıq xətti yox, bu divan oteldən qabağda. İndi buradan haradansa içəri girməliyəm. Bura köşə başıdır. Hədə Rəmzoğlu buradadır. Buradadır Rəmzoğlu. Dostum. Məhlənin içində göstərir. Neysə, deməli, Ramin Rambranda oxuyur qulağımın dibində. Deyim, götürüm sifarişi. Bəzi məkanlar deyir ki, kamera çəkir. Ay qardaş, kamera çəkir də. Sən mən, yəni, belə baxanda sənə kamera mənə çəkir. Sən çox məkanın, demək olar ki, hamısının sansürlə də, yəni, bağlayıram, paylaşıram. 892. Salam qardaş. 892. Sağ ol. Yaxşı qardaşım. Bir də acığım gələn sözdür ki, qəbul edərsən. Bizdə o qədər... Ayda, mən necə deyim ki, hansı kuryerləri, yəni söyməyim, amma siz başa düşün ki, mən söyürəm də. O qədər quldur kuryerlər olub ki, quldur deyirəm, amma qulduru elə bir ki, ən mədəni yox, ən belə söyüş kimi qəbul edin də. O qədər quldur kuryerlər olub,
kuryerləri gözdən salanlar. Ona görə hansı məkana gəlsən 90%'lik şeylər qəbul elə, nə bilim çanta ilə yaxınlaş. Budur, çantasız mən necə yaxınlaşım? Onu fikirləşən yoxdur, ay qardaş. Yox, kameranın altında mən o boyda risk edirəm heç. Düşüb maksimum əlimlə kəsir də bilərəm yolun tərəfinə. Gəl. Börək oldu. Hər yerdən sürpriz çıxır insanım. Əslində mən həmişə siqnal verirəm belə yerlərdə. Sağdan soldan maşın gəlir. Qaqaş elə yuxulu idi neysə. Amma motosiklet sürən kimi təcrübəm daha çoxdur. Motosiklet sürən ehtiyatını daha çox gözləyir içən maşınlar. Qanın qabağında maşın olsa vurub aparmışdı çoxdandan. İndi motosikleti sürə-sürə bir şey gəldi ağlıma. Deməli, çox vaxt mən niyə görə işlənmiş motosikletlərdən uzaq qasıram. Böyük əksəriyyət bilmir, çoxsu da uşaqlar olur. Belə yeni yetmə təbəqə alır motosikleti. Sən bunu aldığın gündən motorun nazı ilə oynamalısan. Bunu 300-400 kilometrdən bir servis aparmalısan. Yağını dəyişdirməyə, sonra nə bilim baxımlar falan var onun da. Ən azı, ən ölüsü, ən aşağısı 1500-ünü baxır motosikletə fərq var da. Hələsinin kitabçasında ayrı-ayrı şeylər yazılır. Təlimat. Ona uyğun apqatka verməlisən. Ən aşağısı da 1500 km. Yəni sən 1500 km kimi bildiyin motorun nazı ilə oynayırsan. Niyə görə? Çünki bu motor stanokdan çıxanda bunun içində gözə görünməyən xırdalıqlar, xırda dəmir parçaları falan qalır. Sən əgər motosikleti aldığın gün Bax, polnu keçmək olardı ya, polnu keçə bilərdi. Yanındakı maşın ayıq oldu. Yaşını miqatlayan kimi otururlar torumuzun üstünə. Ne bilim ama, neyse sözüm onda yox. Nano hissəciklər deyirlər də. Sən motosikleti alan kimi qaza köklənsin, nə bilim, pasajir alsın arxaba. O motorun ömrü, yəni qısa olacaq motorun ömrü. Plus performans olaraq sənə qane eləməyəcək. Ona görə ki 300 km sürəndə hamı yatıb sən öl. O birinə bax tipə, prinsipə gəlib arxadan deyir. Sürmə indi yadımıza düşdü. Acığına gəldi axı, mən bundan qabaq tərpəndim svetofordan. İndi bana sözümü imkan vermirlər axıra kimi danışım. Bu deyirlər, ola bunu gəlib bəlkə deməyə düşür. Deyirlər, motosiklet gəlir, svetoforda yanmasa deyir. Yaxşı deyir. Sən qabaqda olub sürmürsən axı. Qabaqda olub sürmürsən, sən gecikdirirsən, arxadan gələnlərin yolunu gecikdirirsən. Sana görə mən xeyri ola geçmir, bomboş yolu sürmür. Gedir, düşür şeyə, qırmızı işığa. Sonra motosiklet keçəndə acığa düşürlər, prinsipə gəlir arxadan dirənirlər motosikletə. Bir də belə yerdə saxlayın, çalışın tən ortada saxlayın ki, heç bir maşın gəlib sağdan soldan sıxılmasın. Neysə, qardaş, deməyim odur ki, zavod niyə görə apqatka deyir? Fikir verirsiniz, təzə salafan motosiklet alanda, onu bir balaca sürürsən, motor başlayır, ot kimi də qaynayır. Həddən artıq qaynayır. 300 kilometrə kimi sürürsən, Vay, soxana deyirsən, eləsən, soxana deyir. Bir dənə sözümü danışıb qutara bilməmişəm ha. Həmin o 300 kilometrdə ilk yağ dəyişimi var ha. Həmin o yağ dəyişimində sən asla sürürsən, aparatı 4-dən 5-dən yuxarı qaldırmırsan taxometri. Və sürətinə çalışın 40-50 arası, hələ ki 300 kilometrə kimi 40-50 arası idarə edirsən və İlk 350 kilometrdə dəyişdiyin yağda onun içində olan bütün zirzibillər axır. Fikir versəniz, Allah hamıya qismət ölsün arzusunda olanlara. Salafan motosikletdə ilk yağ dəyişimində yağın rəngi çox belə eybəcər olur da, belə qəribə, bunun tünd rəngi olur. Qəşən deyirəm, indi reydlər başlamasa yaxşıdır. Neysə, sözüm onda yox. İçindəki zirzibillər təmizlənir. Sonra ki, ikinci yağ dəyişimi olur 600-700 kilometrdə 600-700 kilometrdə sonra olur səhv eləmirəmsə 1000
kilometrdə, sonra ucayıb 500 kilometr, sonra 1500 kilometrdə, axırıncına baxırsan, 2000-də zatda dəyişdirirsən, 2000-də zatda dəyişdirirsən, ondan sonra axırıncı 2000-dir. 2000-də dəyişəndən sonra pis, çünki motorun iç salatı təmizlənib, qəşən tərtəmizdir motorda, o şeydə orada nano hissəcələr, zatlar, xırdalıqlar qalmayıb ki, o şeydə porşenlər işində sürtünmə olur axı. Həmin o nano hissəcələr sürtünmə olanda porşen silindirə pis yükünü qoyur. Sızır tökür pis yükünü qoyur, yəni motorun performansı ölür. Sonra bu gələcəkdə sürətlə də təsir edir, motorun ömrünə də təsir edir. Tədricən motorun içi, elə bir ki, malıcı alır da, motor 3 kurs malıcı alır hər şeydə, yağ dəyişimində. Malıcı bitəndən sonra pis o. Otur qaza, ürəyin hara istəyir, sür tüşlər demişkən, köklə də, yəni qazı köklə, rahatçılığı bana sür. Yəni, apqatka prosesi belə olmalıdır. Və ikinci olaraq da çox adam, adicə misal üçün, propkalarda gözləmir, götürür muftanı sıxır saxlayır. Və yaxud svetoforun elə yanmağını 10-15 saniyə, bu muftanı sıxıb saxlayır. Muftanı sıxıb saxlamaqda Feridonun anasını ağladır da, Feridonun zaygününə qoyur. Sonra da başlayır, batışqır, görürsən ki, sürürsən başlayır anqırmağa, ses çıxardır. Ona görə çox adamın anlayışı yoxdur. Yəni, bu texnikanı idarə edirsənsə, ən azından buna bələd olmalısan, bilməlisən ki, nə var, nə yoxdur. Yəni, elə bir şeylərin, ən vacib şeylərini bilməlisən ki, səhərsi gün sən bu, həm yarı yolda qoymasın, həm də ki, sənə rasxod asmasın. Söz çatdıq, bir də bunu, aha, qəşşən, bax, belə olar, müştəri belə olar. Tez çıxdı qapıya, sağ olsun. Nuş olsun, sağ ol. Ayda, indi xırdalandan götürdüm sifarişi. O da bazar günündə də eybi yoxdur. Az verdi, kapsenti 3 manat 90 neçə qəpik verdi də 11 kilometrə, eybi yox. Bazar günündə boşluqdur. Sifarişi götürdüm, götürməyinə. Şirkət yenə 800 metr qoydu mənə buradan. Ümumi 11 kilometr göstərirdi. Həmin 11 kilometrin 8 kilometrini gəldim, yerdə 3 kilometr qalırdı. 3 kilometr olmadı, navigatora göstərdi 3,8 kilometr. GoPro'nun media modundan taxmışam, plus ki, belə kranşteyn, uzatma kranşteyn taxmışam üstündən. O qədər ağırlıq edir ki, kaska belə düşür başımdan. Çox narahat, diskomfort bir vəziyyətdir. Plus avtobusun belə qabağa düşüb gedməyib. Özüm bilsin necə hiss edirəm, avtobusun arxasına gedəndə. Həmin bu epizoddakı kimi, bu Mr. Bean qoca arvadın daha da düşür, o cür hiss edirəm, baba belə aslı. Çünki ürəyim sıxılır, bayaqdandan 20-30-40, 20-30-40 güclə bəlanın düşüb qabağa. Ünvana da az qalıb, 400 metr qalıb. Dönər bir də dolabala belə bir şey olar. Hay, sağ ol, əla. 4 dəqiqə göstərir ona görə. Canın sağ olsun. Həmişə gec göstər. İnşallah bizim. 5.53 yazıb sizdə. Ha, fisyo. 5.53 yazıb sizdə. 5.53 yazıb sizdə. Ha. Buyur qardaş. Sağ ol, duş olsun. Sağ ol, izin. Bir dənə də sifariş gəldi. Ümumi 17 kilometrə təxmini 8 manat yazıb. Burası mənfi cəhət odur ki, 2 dənə sifarişdir. Yəni burada 17 kilometr yazır, 100% 18 zad olacaq. Çünki həmişə proqram az göstərir, amma navigator açırsan kilometraj çox çıxır. Burada restoranın 4,5 kilometr yadımda saxladım. Daha ki 4,6 kilometr yadımda saxladım. Ay qardaş, Pavarotik yandıran söyüş qoyublarsa ümumi respublika üzrə. Mən işimi bilim də, bəlkə mən söyüşçiyə olaram Pavarotik yandıram. Allah'ın dostu, bayaqdan heç kim yandırmır. 10 da maşını bir dənəsi, 2 dənəsi gücdən yandırır Pavarotiki. Bayaqdan biri düşüb qabağıma. Sağa dartır, sola dartır, sağa dönür, sola dönür. Heç birini Pavarotik yandırmır. Reski də saxlayır. Bir avarenli yandır. Bir solda saxsan sola yandır. Sağda saxlayırsa sağa yandır ki, arxadan gələn bilsin də işində. Durub sənə görə avara olub qalmışım. Güvən. Deməli 441. Salam qardaş. 441. 441. 441. Sağ ol.
Deməli 4 dəfə dedim, 3 dəfə dedim, amma 441. Deməli ikinci də KFC-dəndir. 4.6 4.6 Sağ ol brat, sağ ol. Deməli 4.6 üstüncəmin 941 Deməli 4.6 üstə gəlib 1 kilometr 5.6 məndə də ümumi hardasa 17 kilometr göstərir də. İndi 4.6 bu da 1, 5.6 17-dən də 5.6 çıxana qalır 11.4 hardasa. Amma mən də sevinmişdim ki Şamaxınka tərəfə gedirəm. Tezdən fırlanıb arxaya qayıtmalıyım ha. Yenə də masazların içində deyirsən. Ya Sulutəpədir. Sulutəpəyə oxşayır. Necə sevinmişdim ona. Amma ev yox. Çalışacağım ki buradan qayıdım baba. Ekoloji nəzarət. Yox, hökməni tərəf. Hökməni cəmasının ölənləri için. Salam böyle. Siz sifarişdir? Ha. Nuş olsun kardeşim. Sağ ol. Deməli Yangoda sifariş götürdüm, hökməlidəydim. Götürdüm, sifariş 4 kilometr göstərir. WhatsApp'da da yazdım ki, yaxınlaşıram, çatıram. Gəldim, çatı Atqazərədir. Çatmışım ünvanı 500-600 metr qaldı. Zəng eləmişəm. Deyirəm lazım olmadı Atqazərdim. Dedim, çatmışam axı, deyir, bayaq Atqazərəmişəm. İstədim, ağzımdan çıxan deyim ona. Dedim, rəhənə düşəcəm. O belə... Düşərəm, ehtiyatlı. Nuş olsunuz. Sənər Allah'ın olsun. Çıxmaq lazımdır bayrağından, Quran haqqı. 7.75 yazıb, 7.75 də verdiler. Halal olsun. Quran haqqı halal olsun. 200 kilometr gələcəm. Ay brat, fakt sifariş mənim üstündədir ha qardaşım. Sifariş çıxmayıb mənim üstümdən. Ay brat, ləğ belə. Qardaş tapa bildin. Eləmsən. Sən başıma dönərəm, mən düzgün başa düş. Mən o boyda 800 kilometr gəlmişəm. Vallahi yaxşı qardaş, oldu. Sağ. Yalandan basır. Hər şey gəlib gözləyirəm. 50 saatdır. Deyir, mən verməmişəm sifariş. Basır ki, başqasına vermişəm. Buna belə gözü ilə görən müştərilər var Yangoda, İraq yaxşılarına. Çoxsu gözü ilə görəndə azdır. Yangon səviyyəli müştərisi çox az, barmaqla sayısı qədərdir. 2-dən, 3-dən sifariş edir ki, hansı biri tez gəldi, ona verək sifarişi. Başa düşdün necə? Mən də gəlib çatıram, zəng edirəm, deyir, o başqası gəlib aparıb. Yəni, demir axı, biz 2-dən, 3-dənə vermişəm sifariş. Deyir, başqası. Biri demişdi hətta ya. Biri demişdi, mən dedim, o qaqışdan necə belə rahatçılıqla mənə deyirsən ki, 2-dənə vermişəm, o birisi səndən tez gəldi. Həyrətçində olanda elə bir ki, o kuryer birbaşa kuryer onları alo, salam aleyküm. Xanım çatmışam, burası Obo market görmürəm mən burada. Baxın, burada şey var, bir dənə adi market də adı yoxdur. Sonra şəhidin şəkli var, bayraq asılıb dalandan. Birinci dəqiqə. Geri hansı tərəfimə xırdalanı tanımıram. Burada bu şəhidin şəkli var, mən dediyim yerdə. Siz konumu qoyduğunuz yerdə.
Buradan şey var, iki yol ikiye ayrılır. Həmin tərəfə qayıdım. Şey də var, bağça adına da belə bir uşaq bağçası. Əks tərəfə. Konumu oraya qoymaq olmur xanım, həmin yerə. Tamam, indi əks tərəfə gəlirəm. Nə qədər yaxınlaşım. Bircə dəqiqə xanım, mən Oba marketi görürüm, sonra deyim sizə. Burada Oba market hələ ki görmürəm. Bağça ilə üzbəüz gəlmişəm, yəni əks yola gəlmişəm. Ay, deyəm bir dənə burada nədir belə? Bircə dəqiqə. Oba market görünmür xanım. Burada şey var, dağlı market var. Daha 100 metr olmadı, çox oldu bu şey. Bircə dəqiqə. Biraz da gəlirəm, qabaqda bir dənə şey var, bina var, haradasa bir 6-7 mərtəbədir. Konum yoran göstərə bilmirəm hərdən. Lakin taksi falan bura el konumu yazıram, bura gəlir. Yox, konumu oradan əllə qoymaq olur olduğumuz yerə. Eyb yox, olan şeydir. Nə deyim, dəqiqə işini uzadım ya, qadın xeyladır. Mən çıxacam buradan ya, burada işləmək olmur, dərxanadır, bura anam da olsun. Yaxşı, bu müştərinin sifarişlərini çox ki, mən yekunlaşdırıram. Xırdalandan qutarırıq ki, birbaşa şəhərə gedirəm, eybi yox. 15-20 kilometr elib ki, heç sürərəm, amma nəticə olaraq demək istəyirəm ki, Xırdalan bugün bazar gündür. Yenə içərisi propka, sonra bir dənə restoran var, Pak Neymətdir, nədir? 2 dənə qril verir, 20 dəqiqə gecikmə ilə verir. Yəni, ümumiyyətlə o restorana götürmürdüm sifariş, sadəcə qrup sifariş verdi, yəni məcbur qaldım, götürdüm. Əslində restoranda bir sənə olmalı, birinci boltu şey eləməlidir, əldən çıxartmalıdır, sonra müştərilərin sifarişini verməlidir. Altdan işçisi olmalıdır, boltun. Bunlar çox vaxt müştəriləri qabağa salırlar. Ona görə boltun sifarişi əksəriyyət vaxtlarda gecikir. Yəni bir şey düşünmək lazımdır ki, kim birinci sifariş edibsə, onu sən ötürmələsən, ən azından. Voltun müştərisi sifarişini edib, birinci də, üstündən 2 dəqiqə, 3 dəqiqəsi, 5 dəqiqəsi başqa müştəridə, onlar salırlar qabağa, volt qalır şeydə, offside-də, arxa planında, olmur axı belə. Bu da bir müştəridir də, fərqi nədir ki, sən üçün? Gəldim ayədir. Salam aleyküm. 25 evdə. Ya 24 nə qədər yazıb? Çox sağ olun. Üstdən tutmuş olsun. Sağ ol. Səhərdən işləyirəm, bu qədər sifariş apardım. Ümumi 1 manat 80 qəpik çay vayım oldu bu qədər sifarişlərin arasında. Götürüb qəpik verdilər ha kişi. 1.75 evdə 1.75'də verdilər. İndi başlayacaqlar ağzı burun əymək şey, nə yazıb onu verib. Bilirəm nə yazıb onu verib. Amma mən şəxsən özümü sığışdırmaram. Ömür billah elə şey sığışdırmaram mən özümü. Amma burada verdilər onu. Sağ olsunlar. Heç